Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə sobasız, mikser işlətmədən, əlavə bir qab bulamadan sadəcə tavada hazırlaya biləcəyiniz çox-çox dadlı, yumuşaq, yaş keksi, rəqib keksi resepti paylaşacağım. Xəmirini hazırlamaq üçün diametri 26 sm-lik qalın bir tavadan istifadə etdim. Tavaya 2 ədəd yumurtanı qırıb, üzərinə yarım stəkan, yəni 100 qram duru yağ əlavə edirəm. Üzərinə 1 stəkan süd, 1 stəkan şəkər tozu, 1 paket vanil əlavə edib çırpıcı ilə qarışdırdım. Bir qədər yaxşı qarışdırmaq lazımdır ki, keksdən sonradan yumurta qoxusu gəlməsin. Üzərinə 2 stəkan un əlavə edirəm. Unun da üzərinə 1 paket qabartma tozu, 1 çimdik duz və 2 yemək qaşığı kakao əlavə edirəm. Təkrardan çırpıcı ilə un tamamilə həll olana qədər qarışdırdım. Bu qədər sadə, artıq xəmirimiz hazırdır. Axıntılı keks xəmiri kimi bir xəmir əldə olunmalıdır. Əvvəlcədən qeyd etdiyim kimi soba istifadə etməyəcəyiniz üçün tavanız mütləq qalın olmalıdır ki, keksin altı bişərkən yanmasın. Kənarlarını spatula ilə təmizlədim və bir neçə dəfə yerə vurub qapağını kip vəziyyətdə örtdüm və keksi vam odda olan ocağın üzərinə yerləşdirəcəm. Qapağına bu şəkildə salfetlə qoya bilərsiniz. Əgər qazda bişirəcəksinizsə, altına belə bir formada 6-8 qat qatlanmış falqada yerləşdirsəniz daha yaxşı olar. Salfet bir qədər mənə mane olduğu üçün bu şəkildə qapağını silib təkrardan üzərinə qoydum. Həm də arabir bişməsini yoxlayırdım. Keksimiz bişənə qədər sosunu hazırlayaq. Bunun üçün yarım stəkan südə 1 yemək qaşığı kakao əlavə edərək qarışdırdım. Üzərinə 50 qram damla şokoladı əlavə edərək ocağa yerləşdirdim. İstərsəniz sosunda damla şokoladından istifadə etməyə də bilərsiniz. Və şokolad əriyənə qədər qaynatmadan qarışdırdım. Ocaqdan götürüb ilk istiliyinin getməsi üçün hələlik kənara qoydum. Təxminən 35 dəqiqə ərzində bişməyə qoyduğum keksi çöp ilə yoxladım və içi tamamilə quru çıxdı. Gördüyünüz kimi üzəri də quruyub. İlk istili getdikdən sonra keksi heç soyutmadan 8 eyni bərabər hissəyə böldüm. Siz fərqli formada da dilimləyə bilərsiniz. Və əvvəlcədən hazırladığım sosu keksin üzərinə tökürəm. Qeyd edim ki, keks istidir və üzərinə tökdüyüm sos da bir qədər ilıqdır, yəni tamamilə soyumayıb. Və hələlik kənara qoydum, soyması üçün gözləyəcəm. Bu vaxt ərzində üzərinə qlazur hazırlayacağım. 80 qram damla şokoladın üzərinə 1 sivrim yemək qaşığı qarğıdalı nişastası və yarım stəkan süd əlavə edib qarışdırdım. Kütləni ocağa yerləşdirib vam odda tez-tez qarışdırmaqla şokolad əriyib kütlə qatılaşana qədər bişirdim. Tez-tez qarışdırmaq lazımdır ki, nişasta birdən-birə topalanmasın. Və bu şəkildə qatılaşanda ocaqdan götürdüm. Soyumuş keksin üzərinə hər tərəfinə tökürəm. Dəyərli dostlar, videonu bura qədər izlərsəniz, videonu bəyənməyi və rəylər bölməsində fikirlərinizi yazmağı unutmayın. Hansı bölgədən mənə yazırsınızsa, onu da qeyd etsəniz çox sevinərəm. Həmçinin videolarımı yaxınlarınızla paylaşıb kanalımın inkişafına səbəb ola bilərsiniz. Son olaraq üzərinə xırdaladığım qoz ləpəsi tökdüm və artıq dilimləyərək servis etməyə hazırdır. Çox-çox dadlı alınır, olduqca asandır. Hazırlamağınızı tövsiyə edirəm. 1-2 vacib məqamı mütləq xatırlatmaq istəyirəm. Ocağın istiliyi vam odda olmalıdır ki, çox az xodda bişsin və içi də tamamilə bişmiş olsun. Həmçinin tavanızın altına alüminium fəlqa və ya qalın dəmir də qoymaq olar ki, istiliyi bərabər şəkildə yayılsın. Bu qədər izlədiyiniz üçün təşəkkür edirəm. İnşallah siz də hazırlayıb nuş edərsiniz. Sağ olun, Allah'a əmanət olun.